Salam, hər vaxtınız xeyir. Bugün 22 fevral güvən sınağının izahına baxacağıq. 31-ci sualdan başlayaq. Bizə iki maddi nöqtə əks istiqamətdə düz xətlə bərabər sürətlə hərəkət edir. Birinci maddi nöqtənin yerə nəzərən sürətinin modulu 3, ikinci maddi nöqtənin birinciyə nəzərən sürətinin modulu isə 5 verilib. Bizə ikinci maddi nöqtənin yerə nəzərən sürətini hesablamamızı istəyir. Deməli, V2,1 V2,1 bərabərdir onun əks istiqamətli sürətlər gördüyümüz kimi əks. Ona görə toplayacağıq. Buradan V2,1-i zaten bizə verib 5. V2-ni axtarırıq. V1-imiz də 3-dür. O zaman V2 bərabərdir 2 metr böl saniyə alırıq. Daha sonra uzunluğu 20 cm olan saatın dəqiqə əqrəbinin uc nöqtəsinin hansı zaman müddətində yer dəyişməsinin modulu ən böyük olar? Biz çevrə üzrə hərəkətdən bilirik ki, yer dəyişmə modunun ən böyük olması üçün, yəni olmalıdır. Zaman periodun yarısına bərabər olmalıdır. Çünki yer dəyişmə ən böyük qiymətini 2 yerdə alır da. Bu da zamanın periodun yarısına bərabər olduğu halda olur. Bizə saatın dəqiqə əqrəbini verib. Bunda 60 bölünsün 2. Bu da eləyəcək 30 dəqiqə. Daha sonra çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin bucaq sürəti verilib. Dövrətmə tezliyi hesablanır. Biz bilirik ki, omega nəyə bərabərdir? Bu tezliklə olan düstur 2 pi n şəklində. Buradan n istəyir, yəni tezliyi istəyir. Yanındakılar məxrəcə, yəni 2 pi məxrəcə, omega sürətə. 2 pi də 6-dır. Omeganı da bizə verib ki, 1/2 radiandır. Bu da bizə 0,2 A variantı. 34-ə baxaq. Bizə nə verilib? Cismə tətbiq edilmiş 3 qüvvənin əvəzləyici modu. Bizə əvəzləyici qüvvəni verib 11-dir. F2 qüvvəsini hesablayır. Baxaq, burada görürük ki, bu qüvvələrdən nədir? Əvəzləyici F3 ən böyük. Deməli, nə olacaq? Bizim əvəzləyici qüvvəmiz sağa yönələcək, elə deyilmi? Daha sonra deməli, nə olacaq? Onda biz yazarıq ki, F əvəzləyici bərabərdir. Bu ikisi sağ tərəfə. Ona görə nə edəcəyik? Əvəzləyici qüvvəmizi tapdıq ki, sağadır da. Ona görə F2 ilə F3-ü cəmləyək. F2 plus F3, çünki bunlar eyni istiqamətlidir. F1 isə bunlara əksdir. Bu şəkildə qeyd edək. Bizə əvəzləyici qüvvəni verib 11. Yəni bərabərdir 11-ə bərabər eləyə bilərik. Və yaxud belə də yaza bilər. 11 bərabərdir. F2-ni axtarırıq. F2 üstə gəl. F3-ümüz 9-dur. Minus nə olacaq? F1-imiz də 4-dür. Buradan da alırıq ki, F2 nə olacaq? Yəni 11 çıx 9 plus 4 olacaq. Bu da bərabərdir F2-yə. F2 də bərabərdir. F2 də bərabərdir 6 Newton. B variantı. Daha sonra digər suala keçək. 35-ə baxaq. Tarazlıqda olan çəkisiz yayındır. Yüksük və yük də bir yerdə bizə təsvir edilmişdir vəziyyətləri. Yayın sərtliyi verilib 100 Newton bölü metr. Bizə cismin kütləsi. Bax, tarazlıqda olan deyir. Tarazlıqdadırsa deməli nə olacaq? Yəni K delta X və yaxud delta L bərabərdir mg'dir. Tarazlıqdadır. Ona görə bu şəkildə yazdıq ilk növbədə. Və birinci baxırıq ki, cisim asılmamışdan bizim yayımız nə qədərdir? 20 cm-dir. Cisimlə birgə isə uzunluğu nə olub? 26 cm. Bu zaman delta L-i tapsaq nə olacaq? L minus L ifadəsindən delta L bərabərdir. 26 minus 20-dən alırıq ki, 6 və buradan da yerinə qoyaq. Bizə kütləni istəyir. Oradan kütləni tapanda M bərabərdir J məxrəcə K delta L surətdə yazacağıq. K-mızın qiyməti verilib 100. L-i tapdıq ki, 6 cm-dir. O da bölünsün 100 yazaq, çünki santimetrdir. Və J-də 10-dur. O da 0,6 kiloqram eləyəcək. Yəni B variantı. Daha sonra üfüqi səthi üzrə sükunətdə olan cismin sükunətdə deyir. Biz bir ki, sükunətdə olan cismin çəkisinin ifadəsi mg'dir. Bu buradan da görünür ki, P ilə M düz asılıdır. 37-yə baxaq. 5 kiloqram kütləli cismin F bərabər 20 Newton qüvvənin təsirlə düz xəttdə bərabər sürətdə hərəkət edir deyir. Cisim ilə üfüqi səthi arasındakı sürtünmə əmsalını hesablayın. Deməli, biz bilirik ki, düz xəttdə bərabər sürətlə hərəkətdə
əvəzləyici qüvvəmiz nədir? Əvəzləyici qüvvəmiz 0-a bərabər olduğundan, onda biz bilirik ki, F dartı, yəni F sürtünməli dart F dartıya bərabər olur. O da bərabərdir. Nə olacaq? Bizə şərtdə verib ki, 20-dir. Bu zaman yaza bilərik ki, F sürtünmə də bilirik ki, mÜ-dir də. Buradan da mÜ-nü tapsaq nə olacaq? MÜ bərabərdir. Elə F sürtünmə plus mÜ şəklində açıq yazaq. Aydın olsun. F sürtünməmiz tapdıq ki, düz xəttə bərabər sürətli olduğuna görə dartıya bərabərdir. O da 20-yə bərabərdir. Kütləmiz 5 verilib. J də 10-dur. O da 50 eləyəcək. 20 bölü 5-dən də 2 bölü 5 0.4 eləyəcək də. 0.4. Daha sonra 38-ə baxaq. Qüvvə qolundan deyir, qüvvənin moduna asılıqda rəqəm verir. Bizə qüvvə momentinin ən kiçik qiymətini istəyir. İlk növbədə qüvvə momentinin düsturunu yazaq. N bərabər F-dir. Hasılı şəklindədir. Qüvvə momentinin kiçiyi üçün F-in də, qüvvənin də, qüvvə qolunda kiçik qiymət lazım. Bu da görürük ki, ikisinin kiçiyi 4 nöqtəsidir. Böyük desəydi 2 nöqtəsi götürmək olardı. Daha sonra 39-a baxaq. Yük bloklar sisteminin köməyi ilə edilir. 3 desimetr bölü saniyə sabit sürətlə qaldırılır. İpin sərbəst ucunun sürətini hesablayın. Biz görürük ki, nə olacaq? Bu F qüvvəsidirsə, onda yuxarıya doğru bir F, digər tərəfdən də yuxarıya doğru bir F qüvvəsi, onda aşağıya doğru 2F. Yəni, bizim 2F bərabərdir mJ şəklində olacaq. F də bərabərdir mJ bölünsün 2. Daha sonra, biz də bilirik ki, ipin sərbəst ucu bərabər 2 və yük şəklində ifadə olunur da. Bu zaman bizə elə ipin sərbəst ucunu verib, elə yükün də sərbəst ucu 3 desimetrdir. Elə cavab da desimetrdən olduğu üçün daha çevirmirik. Deməli, 2 vurulsun 3-dən 6 desimetr bölü saniyə ifadəsini alırıq. Çünki 2 dəfə qazancı olub. Daha sonra 40-a baxaq. Cismin impulsunun modunu zamandan asılı qrafiki verilmişdir. Bu cismə təsir edən əvəzləyici qüvvənin modunu hesablayın. Biz bilirik ki, delta P bərabərdir. FT şəklindədir bizim ifadəmiz. Delta P'ni də yazaq. Necə yazaq? P minus P0 bərabərdir. F vurulsun T şəklindədir də. Buradan da bizə əvəzləyici qüvvəni istəyir. F də bərabərdir. P minus P0 bölünsün T şəklində yaza bilərik. Son impulsumuz 30 minus 10. Başlanğıc impulsumuz zamanımız da 5'dir. 20 bölü 5'dən 4 Newton alarıq. Daha sonra bizə 41-ə baxaq. Deməli, bizə baxırıq ki, bu qrafik necədir? Xəttidir. Xətli isə deməli, hərəkətimiz bərabər nədir? Təcili hərəkətdir və bu da bərabər yavaşlayandır da. Bizə nə istəyir? Qüvvənin gördüyü işin zamandan asılı qrafikini qurun. Deməli, yavaşlayan ilk növbədə işin düsturunu yazaq. A bərabər F vurulsun S elə deyil mi? Fs. Daha sonra bizə nə verib? Bizə işin zamanı asılı. Biz bilirik ki, bərabər yavaşlayan hərəkətdə S T ilə necədir? Bərabər yavaşlayırsa qolu aşağı olurdu. Bərabər yeniləşəydi bu şəkildə olardı təbii ki. İndi bizə yavaşlayan dediyi üçün bu şəkili götürəcəyik və biz də bilirik ki, aynən S düzası olduğu üçün nə olacaq? Yəni S necə dəyişirsə zamandan, iş də zamandan o cür dəyişəcək. Ona görə A variantı düzgün cavabımız olacaq. Sonra bizə mexaniki gücün vahidini istəyir. Yəni əsas vahidlər ifadə edir. Biz bilirik ki, gücün ifadəsi nədir? N bərabərdir. A bölünsün T şəklindədir. A-nın da ifadəsini bilirik ki, işin yəni ifadəsi F vurulsun S-dir. O da Newton vurulsun metrdir. Buradan A-nın yerinə Newton vurulsun metr yazaq. T-nin yerinə saniyə yazaq. Newtonu da açaq. O da bizə kiloqram vur metr bölü saniyə kvadratını verəcək. Burada da bir saniyə. Yəni bu Newtonun ifadəsi tax. Yuxarıda da bir metr qalıb da. Ümumilikdə nə olacaq? Kiloqram vurulsun metr kvadratı bölü saniyə kub eləyəcək. Yəni B variantını almış olarıq. Biraz buranı silək. 43-ə baxaq. Deyir, hansı cihaz və ya cihazlardan istifadə edərək elastiklik qüvvəsinin işini ifadə etmək, yəni müəyyən etmək olar.
biz bilirik ki işin dəyişməsinə, potensial enerji, iş potensial enerjinin dəyişməsinə bərabərdir. O da A bərabərdir. A bərabərdir. K yazmaq olar. Delta x yazaq. Çünki burada bunu belə yazmaq. Delta x kvadratı bölünsün 2 şəklində yazaq. Çünki bizə ifadə ölçü hansı cihazlarını ölçmək lazım. Mən baxıram ki, buradan K-dır. K-dırsa nə olacaq? Sərtlikdir. Sərtlik əmsalı. Yəni onu da biz dinamometrlə ölçə bilərik. X da uzanmadır. Onu da ölçü lentindən ölçə bilərik. Speedometr burada olmaz. Ona görə 1, 2 olacaq cavabımız. Daha sonra 44'e baxaq. Tezliyi verilib, yayılma sürəti 3 km/saniyə olan mexaniki dalğanın dalğa uzunluğunu istəyir. Biz də ifadəmizi bilirik. B bərabərdir. Lambda növ şəklindədir bizim ifadəmiz. Buradan da bizi dalğa uzunluğunu istəyir. Dalğa uzunluğunu tapaq. Dalğa uzunluğunu tapsaq. Dalğa uzunluğunu tapanda lambda bərabərdir. Bilir ki, yanındakını məxrəcə, digər tərəfdəkini sürət alır. V bölünsün N ifadəsini alır. Bizə V də var, N də var. Buradan tapa bilərik də. V 3 kilometrdir. O da 1000 eləyəcək. Buradakı 1000-dən onsuz 2 kilohertzin gedəcək. Ona görə də 1000 yazmıram. 3 bölünsün 6 şəklində yazıram. O da 0.5 eləyəcək. Yəni 1000-lər ixtisar gedəcək də sürətə də məxrəcə də. Aha, sonra 45'e baxaq. 45'te harmonik rəqs edən cismin koordinatın zamandan asılı qraf vermiş tarazlıq vəziyyətindən keçən anda. Biz bilirik ki, tarazlıq vəziyyətindən keçən anda sürət nə edir? Maksimal dəyər almağa çalışır, elə deyilmi? Ona görə yazacağıq ki, V maksimal sürət bərabərdir. Sən vurulsun omega. Yəni tarazlıq vəziyyətində biz bilirik ki, tarazlıq vəziyyəti, kənar vəziyyət, bir də digər kənar. Burada nədir? Maksimum idi da sürətimiz. Daha sonra kənarlara getdikcə azalma başlayır. O heç indi burada bizə onu soruşmur. Hələ ki bunu silək. Daha sonra bizə baxırıq ki, x-im var. Omeganı tapmaq lazım. Omeganı da necə taparıq? 2 var, pi var zaten. Onda omeganın düsturunu 2 pi bölünsün t şəklindədir. 1, 2, 3, 4. Burada periyodumuz 4'dür. 6 bölünsün 4'dən 3 bölünsün 2, 1/5 tapdıq periyodumuzu. Yəni omegamızı. Oradan da x'imiz də 6'dır. 6 vurulsun 1/5 şəklində olacaq. O da bizə 9 cm/saniyəni verir. Sonra gəmidən dərinliyi h olan dənizin dibinə perpendikulyar istiqamətdə göndərilmiş ultrasəs siqnalının gedib qayıtma müddəti hansıdır deyir. Biz bilirik ki, h nə idi? H VT bölünsün 2. Çünki gedib qayıtdığına görə biz nə edirdik? 2'yə bölürdük də. Elə deyilmi? Ona görə buradan da elə t'ni bizdən t'ni istəyir. T'ni də tabanda 2h bölünsün V ifadəsini alırıq. Daha sonra sıxlıqları verilib və mayelərin və cisimlərin sıxlığı arasında hansı münasibət doğrudur deyə biz baxırıq ki, adda olan sıxlığı nədir? Daha çox olur, elə deyil. Onda biz deyə bilərik ki, ρ1'in sıxlığı ρ2'dən azdır və baxırıq ki, ρ2 ilə ρ'nun sıxlığı deməli eynidir. Elə deyim ki, işte aşağıdası deməli bunların da sıxlığı bərabərdir. Bu ifadə də bizə elə Y variantını verəcəm. Suyun qabın dibinə göstərdiyi təzyiq qüvvəsinin su səthinin hündürlüyünün asılı qrafiki hansıdır deyir. Yazaq. Yəni F təzyiq biz bilirik ki, nədir? ρ, mayelərdə ρ, vurulsun S-dir. H-dan da göründüyü kimi düz asılıdır. Daha sonra təzyiq qüvvəsinin sabit qiymətinə səthin sahəsini 2 dəfə artırdıqda təzyiq necə dəyişir? P bərabərdir. F təzyiq bölünsün S ifadəmiz var. Buradan görürük ki, necə mütənasib tərsdə də səthin sahəsini biz 2 dəfə artırsaq, nə olacaq? Təzyiq 2 dəfə azalacaq. Yəni B variantı.
Daha sonra kütləsi 5 kilogram olan kerosində deyil, tam batanda 3 kilogram kerosini sıxışdırıb çıxardır. Bu cismin kerosindəki çəkisini hesablayın. Deməli, biz bilirik ki, PMA'dəki çəki nədir? Vakuumdakı çəki minus F Arximediyyə. Onda P0'mız nə olacaq? 5 kilogram ise 50. F Arximediyimizdə batıbsa 30. Onda 20 Newton almış olarıq. Daha sonra 51'e baxaq. Bizə N'in T'dən asılı qrafiki verilib və 5 saniyə ərzindədir gördüyü işi hesablamamızı istəyir. Biz də bilirik ki, yəni bu sahənin altında bu fiqur bizə nə verəcək? İşi verəcəkdir. Yəni A bərabərdir S fiqur. O da bərabər gördüyümüz kimi trapesiyadır. Elə deyilmi? Böyük oturacağımız nə qədər? 5'dir. 5. Üstəgəl kiçik oturacağımız da 5'dən çıxıram 2'dir. 5 üstəgəl 2 bölünsün 2 vurulsun hündürlüyümüz də 60'a bərabərdir. Buradan da 30 210 joula bərabərdir. Daha sonra cismin kinetik enerjisi və yerlə qarşı təsvir cismin potensial enerjisi üçün Lervin diaqramı verilir. Baxaq, beynəlxalq sistemdə vahidi jouldur. Biz bilirik ki, ikisinin də vahidi jouldur. Bir oxşardır. Skalar fiziki kəmiyyətdir. Cismin öz hərəkətinin nəticəsində malik olduğu enerjidir. Biz bilirik ki, kinetik enerji nədir? Kinetik bərabərdir mv kvadratı bölünsün 2'dir. Potensial enerji də potensial bərabərdir mv h-dır. Elə deyil. Ona görə yer səthindən olan hündürlükdən düz mütənasibdir. 4 bura. Kinetik enerjini yazmamışıq. 3 də buradır. Daha sonra bizə nə verib? Açar sözlərdən müəyyən ardıcılıqla istifadə edərək mətni tamamlayın. Sıxlıq mayenin sıxlığında olan cismə mayedə batır. Mayedə batırsa nə olacaq? Mayedə batırsa deməli böyükdür ki, yəni cismin sıxlığı mayenin sıxlığından böyük olmalıdır ki, bu mayedə batsın da. Bura 2'ni yazarıq. Daha sonra sıxlıq mayenin sıxlığından olan bir cismin maye hissəsinin maye batmaqla mayedə üzür. Üzürsə nə olmalıdır? Deməli, kiçikdir ki, üzürdə 4. Daha sonra mayedə üzən cismə təsirin Arximed qüvvəsi modulca 1-2 ağırlıq qüvvəsinə bərabərdir də, yəni 1. Daha sonra mayedə tam batmış cismin çəkisi onun vakuumdakı çəkisindən biz bir şey Arximed qüvvəsi qədər azdır da, bu da 3'ə uyğundur. Daha sonra baxaq, bizə nə verilib? Bizə yer səthindən müəyyən hündürlükdə sərbəst düşən cismin potensial enerjisi onun kinetik enerjisindən asılı qrafik verilmişdir. Bu cismin yerə dəyən andakı kinetik enerjisidir. Joule hesablayın. Biz bilirik ki, yerə dəyən anda nə olacaq? Bizim kinetik enerjimiz, yəni tam enerjiyə bərabərdir də. Onda belə yazaq da, tam bərabərdir. Onda Y kinetik plus potensial olur da. Kinetikdir. Biz baxırıq ki, kinetikimiz potensial 500'dür, kinetikimiz neçədir? 400'dür. Onda 900 joule almış oluruq. 20 Newton əvəzləyici qüvvənin təsiri ilə 4 metr bölü saniyə kvadratı təcili düz xətli bərabər təcili hərəkət edən cismin kütləsini hesablayın. Biz bilirik ki, Newton 2-ci qanuna görə A bərabərdir. F bölünsün M'dir də. Buradan bizə kütləni istəyir. M də bərabərdir. F bölünsün A şəklində yaza bilərik. Buradan F'imiz var 20. Təcilimiz 4'dür. Alırıq ki 5 kilogramı. 56'ya baxaq. Bizə deyir ki, düz xətli bərabər yeniləşən hərəkətə uyğundur. Biz bilirik ki, nə olacaq? Burada bu bərabər sürətlidir, elə deyil mi? Bu da bərabər sürətlidir. Yəni, bərabər yeniləşəndir. Bərabər yeniləşirsə nə olmalıdır? T-oğundan uzaqlaşmalıdır da 2. Bu bərabər yavaşayandır. Bura baxaq. 3'də nə edir? Bu T-oğuna yaxınlaşır, elə deyil mi? Deməli, bu nə edir? Bərabər yavaşayır. Burada da T-oğundan uzaqlaşır. Deməli, bərabər yeniləşir. Yəni, bizim cavabımız 2-6 olacaq.
Daha sonra 56'ya baxaq. 57'yə daha doğrusu. Bizə ağırlıq qüvvəsi, biz bilirik ki, ağırlıq qüvvəsi hansı olacaq? 4 olacaq. Yəni D. Dayağın reaksiya qüvvəsi səthə perpendikular olan, yəni 2, 1-dir. Sonra sükunə sürtünmə qüvvəsi də nə olacaq? Perpendikular olduğuna görə elə 1 A variantı olacaq. Daha sonra indi gələk açıq suallara. Bizə görə bərk edilmiş cisim o tarazlıq nöqtəsi ətrafındadır, rəqs edir. K kənar vəziyyətinə, o tarazlıq vəziyyətinə qədər cismin nə deyir? Necə hərəkət etdiyini yazın. Burada K kənar vəziyyətinə, bilirik ki, K kənar vəziyyəti, o da tarazlıq vəziyyətidir, deyil mi? Yəni biz yayı kənar vəziyyətdən tarazlıq vəziyyətə doğru gətirdikdə nə olur? Deformasiya nə olacaq? Azalacaq, elə deyil mi? Kənar vəziyyətinə, o tarazlıq vəziyyətinə qədər, kənar vəziyyətdən tarazlıq vəziyyətə qədər deformasiya azalacaq da. Ona görə biz bilirik ki, kənar vəziyyətlərdə sürət 0 olur. Sürətdə impulsdur, kinetik enerji bunlar 0-dır da. Amma təcildir, qüvvədir və x, delta x-də nə olacaq? Maksimum dəyərləri alırdı da. Və tarazlıq vəziyyətə gələndə nə olacaq? Mənim sürətim onda maksimum qiymət alacaq və delta x-in potensial enerji demək olar. X-də potensial enerjidir və təcil F, təcil, bunlar da 0 olacaq. Yəni minimum qiymət almağa başlayacaq da. Bizə də kənar vəziyyətdən tarazlıq vəziyyətə deyir gəldikdə. Bu zaman biz ilk növbədə sürətə baxaq. Nə olur? Maksimum olursa deməli bərabər yeyinləşəcək. Yəni bərabər yeyinləşəcək. Necə? Azalan təcilmi, artan təcilmi? Buradan da təcilə baxaraqdan deyə bilərik ki, əvvəlcə təcilimiz maksimum idi, daha sonra minimum oldu. Nə olacaq bunda? Azalan təcillə deyəcək ki, bərabər yeyinləşən hərəkət edəcək. Daha sonra 59-a baxaq. Yenə bərk edilmiş cisim o tarazlıq vəziyyət nöqtəsi ətrafında rəqs edir və K kənar vəziyyətindən hərəkətə başlayanda cismin bizə zaman verilib T bərabər 1.5 T müddətinə getdiyi yol olsa, biz də yolun düstunu bilirik də L bərabərdir 4 X-in vurulsun nədir? N idi də. Buradan da N-i bilirik də. N-i tapsam nə olacaq? Məsələn, N-i düsturu, yəni buradan T bərabərdir. Kiçik T bölünsün. N idi də. Buradan N-i tapanda biz bilirik ki N bərabərdir. T bölünsün. Period alırıq. Yəni buradan T-ni verib bizə 1.5 T. Gördüyümüz kimi T-lər gedəcək. Alacaq N-i 1.5. Daha sonra 4 də var. X-im necə olacaq? Bəs amplitud 20 ilə bizə deyir ki, O nöqtəsindən K nöqtəsinə qədər, yəni 20 ilə 35 arasındakı məsafə nə olacaq? 15 olacaqdır. Yəni X-im onda bizə 15 verir. Yazaq. 4 vurulsun 15 vurulsun 1.5. Bu da bizə nəyin istəyir cavabı? Getdiyi yolu istəyir. Onda 90 santimetr olacaq. Santimetrlə metri çevirəndə 0.9 metri alacağıq. 0.9 metr. Daha sonra sıxlığı, suyun sıxlığından çox olan kub formasında bərk cisim bərabər sürətlə suda batırılır. A bərabər sürətlə. A vəziyyətindən B vəziyyətinə çatana qədər Arximed qüvvəsinin zamanda asılı qrafikini çəkin. İlk növbədə bir dənə baxaq. Biz deməli nə edirik? Biz bilirik ki, yəni bu cisim yəni yavaş-yavaş suya batacaqdır. İndi benim A cismini biz yavaş-yavaş birdən-birə suya batıra bilmərik ki. Yavaş-yavaş, yəni hissə-hissə batacaq. Ona görə məsələn biz cismi yavaş-yavaş, yəni suya daxil elədikcə nə olacaq? Onun batan hissəsi artacaq. Elə deyil mi? Biz də bilirik ki, F Arximedin ifadəsi necədir? F Arximed bərabərdir rho mayi J V batandır da, elə deyil mi? Ona görə yəni batan hissəsi artdığına görə Arximed qüvvəsi başlayacaq artmağa bərabər sürətlə. Çünki bərabər sürətlə deyil suda batırılır. Daha sonra nə olacaq?
Bu yavaş-yavaş batacaq. Sonra o tam batmış hala gələcəkdə. Yəni cisim sanki burada olacaq da. Yəni tam batacaq. Onda bütün cismin tam batdığına görə batan həcm elə cismin həcminə bərabər olacaq da. Ona görə də deyə bilərik ki, yəni tam batdıqda, yəni cismin həcmi mayenin cismin həcmi onda nə olacaq? Dəyişməyəcək də, deyilmi? Çünki tam batıb da. Ona görə də F Arximed biz bilirik ki, rho maye, J və cism şəklində yaza bilərik. Aha. Yəni batan hissəsi dəyişmədiyindən qrafikini qurmağa çalışaq. F Arximedin nasıl qrafik? Əvvəlcə deyib bərabər sürətlə suda batır. Ona görə nə oldu? Batan hissə artdığına görə o bərabər sürətlə başlayacaq artmağa. Aha, daha sonra nə edəcək? Biz batan hissə həcmi dəyişmədiyinə görə başlayacaq. Bu da dəyişməyəcək. Ona görə bunu bu şəkildə yaza bilərik ki, rho maye, J və cism şəklində də qeyd edə bilərik. Bu şəkildə əslində 60 maraqlı sualdır. Deməli, bir də deyirəm, biz cismi, mayeyi yavaş-yavaş, yəni burada şərtlər bizə deyir ki, bərabər suda, bərabər sürətlə yəni suya batırılır. Ona görə onda batan hissəmiz də yavaş-yavaş başlayacaq artmağa. Yəni Arximed qüvvəmiz artacaq, bərabər sürətlə dediyi üçün bu cür qrafiki qurduq. Daha sonra bizim batan həcmimiz dəyişməyəcək, çünki mayenin daxilində bütün həcmimiz batmış olacaq. Yəni cismin həcmi batan həcmə bərabər olacaq. Ona görə də sabit şəkildə çəkirik qrafikimizi.